düzgün qidadan başlayır. 10 illiklərdir bilirik ki, paxlalı qidaların glikemik indeksi, yəni qan şəkərini qaldırma sürəti çox aşağıdır. Birinə bişmiş lobya, noxud və ya mərci versən, eyni miqdarda karbohidratı çörək, makaron və ya kartof formasında yedirdiyinlə müqayisədə qan şəkəri yarı-bayarı az qalxır. Ona görə də əgər ağ düyü kimi yüksək glikemik qida yeyəcəksinizsə, onun yanında lobya yemək daha ağıllı seçimdir. Üstəlik, nə qədər çox lobya, o qədər yaxşıdır. Baxın, düyü lobya nisbəti soldan sağa dəyişdikcə, yəni az lobyalı çox düyüdən, çox lobyalı az düyüyə keçdikcə, ürək-damar sağlamlığını yaxşılaşdıran göstəricilər də yaxşılaşır. Hətta bir porsiya düyünü, bir porsiya lobya ilə əvəz etmək metabolik sindrom, yəni prediabet riskini 35% azaldır. Bəs niyə paxlaların glikemik indeksi belə aşağıdır? Ola bilər ki, tərkibində çox lif var və karbohidratlar daha yavaş sorulur. Amma növbəti araşdırma alimləri heyrətləndirdi. Başlanğıc eynidir. Birinə səhər yeməyində çörək verilir. Qan şəkəri və insulin kəskin qalxır. Eyni miqdarda karbohidrat mərci formasında verilir. Artım xeyli azalır. İndi isə gəlin nahara baxaq. Səhər yeməyində olan kimi çörək kəskin yüksəliş, mərci aşağı yüksəliş. Amma naharda hər iki qrup eyni yeməyi, çörək yedi. Və məlum oldu ki, səhər mərci yeyənlərin qan şəkəri naharda eyni çörəyi yesələr belə xeyli aşağı qalxır. Buna əvvəl mərci effekti deyirdilər, amma sonradan noxudda da eyni effekt aşkarlanıb. Artıq adı ikinci yemək effektidir. Axşam mərci yesəniz, səhər hətta şəkərli su içsəniz belə qan şəkəriniz daha stabil qalır. Yəni paxlalar yalnız yediyiniz anda yox, saatlar sonra, hətta ertəsi gündə qan şəkərini tənzimləyir. Bu necə ola bilər? Sirri artıq bilirik. Bağırsağımızdakı yaxşı bakteriyalar paxlalardakı lif ilə qidalanır və propionat kimi maddələr istehsal edir. Bu maddələr qana sorulur və mədənin boşalma sürətini azaldır. Yəni yemək mədədən daha yavaş çıxır. Qan şəkərinə daha yumşaq yüksəliş olur. Bu tam bir simbiozdur. Biz bakteriyaları qidalandırırıq, onlar bizi qoruyur. Axşam lobyalı bir burrito yesəniz, ertəsi səhər bağırsaq bakteriyalarınız həmin lifləri parçalayacaq və istehsal etdikləri maddələr sizin həmin günkü səhər yeməyinizin necə sorulmasına təsir edəcək. Bu effekti sübut etmək üçün insanlara bağırsağa birbaşa propionat verildi. Yaxşı bakteriyaların istehsal etdiyi qədər. Və mədə bir neçə dəqiqəyə yavaşlamağa başladı. Yəni axşam heç paxla yeməmisinizsə və səhər donutun təsirini azaltmaq istəyirsinizsə, nəzəri olaraq hələ gec deyil.